yanaşmak olmaz mı? Yok, kadın tilsimleri kapitana tok karnına təsir edir. Oho. Bəli. Götür, kapitana yemek getirin. Ne buyurursun, Senyor Kapitan? Buraya. Bu da sizin kadınlardandır. Bu ne sözdür? Senyor Kapitan, yok, bu bizim hizmetçi kızların en balazasıdır. Adı rezalet güşesinde, ince, qəşəng bəkarət qönçəsi. Bu yalnız benim öz fikrimdir, ancak o hələlik hizmetçi kızdır. Ama siz deyəndə ola bilər. Məsələn, mən buranın sahibiyəm. Eyni zamanda da otel metriyəm. Lazım olanda afisant kimi də işləyirəm. Müharibə. Yemək gətir. Başda, bir dəqiqə. Bir madera aç. Çoxdan buradasın. İkice gündür. Haralsan? Bakılıyam. Adın nedir? Gözəlova Sarı. Burada ise sadece olarak Sarı çağırırlar. Ben özüm de Bakıdanam. Ne olur? Otur. Yemeği bırak koy. Ben ikilikdə yemeği sevirəm, başa düşdün? Bəli, bəli, bəli. Mənə diqqətlə qulaq as, Sara. Yuxarıdan bayıra pəncərə ya yol varmı? Var. Götür. Oho, kapitanın giyemet zevki varmış. Necə olub ki, sən bura düşmüsən? Məni Ukraynadan getiriblər. Biz orada hamımız istirahət edirik. Anam qatarla gələndə yolda düşmən bombasından öldü.